Bismillah. Dəyişikliyə ehtiyacı olan bürclər. Dəyişiklik hər kəs üçün vacibdir, amma ulduzların enerjisinə görə bəzi bürclər indi xüsusilə dönüş nöqtəsindədir. Bu dəfə şok deyil, real dəyişiklik siqnalı verən bürclər açıq şəkildə deyirəm. Qoç, sən çox vaxt tələsirsən və hər şeyi güclə həll etməyə çalışırsan, amma indi həyat sənə deyir, dayan və strategiya qur. Dəyişiklik səbirli olmaq və planlı hərəkəti öyrənməlisən. Xərçəng, keçmişi buraxmaqda çətinlik çəkirsən, amma bu yük səni aşağı çəkir. Dəyişiklik, köhnə inciklikləri burax və yeni başlanğıclara yer aç. Tərəzi, hamını razı salmağa çalışırsan və özünü unudursan. Dəyişiklik yox deməyi öyrən və öz istəklərini ön plana çıxar. Əqrəb, daxilində böyük güc var, amma bəzən özünü dağıdırsan. Dəyişiklik, qəzəbi və qısqanclığı idarə etməyi öyrən. Oğlaq, həddindən artıq məsuliyyət götürürsən və özünü yorursan. Dəyişiklik, həyatda balans yarat, istirahət etməyi də qəbul et. Ən güclü mesaj bu, bürclər üçün dəyişiklik istək yox, artıq məcburiyyətə çevrilir. Kim bu siqnalları qəbul etsə yüksələcək, kim müqavimət göstərsə eyni problemləri təkrar yaşayacaq.